hazırlamışdım ki şəhid Sadıxov Fədail Tomaroğlu Bilasuvar balası. İndi artıq onun vurulduğu yerə gedirəm. Sağ olsun Sadiq Paşayev komandir mənə o barədə köməklik eləyir. Düşüb qabağımdan gedir, məni həmin yerə aparır. Ey qəhrəman vətən oğlu, yolun haqqdır, andın doğru. Canını etmisən sipər, nəfəsin bitənə qədər vətənə layiqsən əskər. Canını etmisən sipər, nəfəsin bitənə qədər vətənə layiqsən əskər. Əskər. İsti ocağın indi olubdu səngər. Əskər. Allah bəxş edibdi sənə böyük hünər. Əskər. Açılacaq bir gün günəşli bir səhər. Ordumuz çalacaq mütləq böyük zəfər. Vətənin hər qarışını, anaların göz yaşını. Oradandır bak. Məliyyəmətin yolu oradandır. Bak. O yazıq uşaq bak bir de. Bak hele bak bir de bu düz yoktu. Bak burada. Burada tanklar onu aldı. Bak burada akırıcı. Almışlar akırıcı. Hadi o da onlar o səngərdə qulluq edir. Ama orada tikili olan yer var ya. Bizim dayandığımız ərazi hansı ərazidir? Sadiq müəllim. Yazı düzü. Yazı düzü. Yazı düzüdə bizim bura ən ön səngərlərimiz olur. Da hardasa Xinzirə kəndindən üzbəyiz. Bu sağ tərəfdə də onların yeni kəndi var. Ermənin yeni kəndi var. Bax bu Fədail rəhmətlik barəsində biz danışmışıq və söhbət eləmişik. Fədailin xidmət elədiyi yer. Fədail bax o səngər orada qulluq edirdi. Bax buradan görsəndə magistral buradan yol gedir. Çox hörmətli Sadiq müəllim. Şəhid Sadıxov Fədail Tomaroğlu'nun barəsində bir video süjet hazırlamışdıq. Siz də orada təəssüratlarınızı, şahidçiliyinizi eləmişdiniz. İndi qismət oldu ki, bu günləri də yazı düzündə olduğumuza görə Şəhid Fədailin vurulduğu məqama gəlib çatmışıq. Öncə deyim sizə minnətdarlıq edirəm ki, bu yeri siz tanıtdınız mənə. Xahiş edirəm, bir izah eləyin, göstərin. Şəhid Fədail harda şəhid olub, harda erməni mənfurlarından qarşılaşıbdır ki, onu o da girov düşmənməkdən ötürü özünü şəhid elədi. Bu yerləri bizə izah edin, xahiş edirəm. Zarla, biz indi söhbət elədiyimiz hadisə 32 il bundan əvvəl olan hadisədir. Bu istiqamətdə bizim taburun sağ cinağında 2 dənə tağımın dayaq məntəqəsidir bura. Məsələn, Fədail, söhbət elədiyimiz Sadıxov Fədail, rəhmətlik, buradan geçir, bu yol gedir düz belə Zeyvə kəndinə. Zeyvə deyirəm, Xinzirə kəndinə. Xinzirə kəndinə gedir, sağda yeni kənd var. Ermənilərin yeni kənd deyilən yeri var. Ora Xinzirə kəndidir. O yolun sağ tərəfində tağımın biri orada yerləşirdi. Fədail də orada qulluq edirdi. Evet, Sadıxov Fədail o sağ tərəfdə, yolun sağ tərəfində yerləşən o mövqeydə bunların tağımların dayaq məntəqəsi orada yerləşirdi. Həmin istiqamətdə orada xidmət edirdi. Burada isə bir dənə tağımın mövqeyidir. Bu da Xinzirə kəndi ilə üzbəyüzdür. O tağım isə orada yeni kənd ilə üzbəyüzdür. Mən dedim də sən ermənilər həmin vaxtı artıq üzbəyüz bizimlə onların heç vaxt qələbəsi, heç vaxt onların nailiyyəti olmayıbdı. Onlar həmişə daima arxadan, sağdan, soldan o boş mövqelərdən istifadə edib hücum edirlər. Ermənilər ki arxa istiqamətdə. Arxada da bizdə artilleriya bölmələri yanırdılar. Ermənilər arxadan hücuma keçmə Cəbrayıl istiqamətindən artıq arxadan tanklarla hücum eləyib, gəlib burada ön xəttə təsəvvür elə. Burada zirehli qüvvələrdir, tanklardır. Piyadadan istifadə eləmirlər. Harda burada şəxsiyyət var, onları burada məhv edirdilər də. Bu dayaq məntəqəsini ermənilər gəlib ələ keçirdilər. 2 dənə tağımın mövqeyini. Həmin Fədail ermənilərlə döyüşərək gəlib keçmişdilər bu səngərə. Gəlib keçmişdilər bu səngərə.
Onlar biz gördük ki, onların güc nisbəti bərabər deyil. Ona görə mən tərəfindən onlara tapşırıq verdi ki, əlverişli mövqeylər tutulsun və biz arxadan ehtiyat qüvvələrindən yenidən hücuma keçib ermənini bu istiqamətdən çıxartmalıydı. Burada döyüşən zaman tanklar bu istiqamətdən bax buradan yenmiş, 4-5 dənə hardasa tank, yarısı o istiqamətə getmiş, 4-5 dənə tank hardasa burada bir neçə əskərin əskər avtomatla tanklarla üzbəyiz qalmışdı. Şimdi elə oldu ki, məsələn, o yol istiqamətində bir iki əskərimiz orada şəhid oldu, o istiqamətdə bir əskərimiz şəhid oldu. Sonra Sadıqov Fədailin şəhid olma anı, bax, buradan yol yoxdur, əvvəl yol elə bu dərədən Məlik Əhməd kəndinə gedir. Bax, bura ilə Məlik Əhməd kəndinə gedir, bura mövqedir, görürsən, burada səngərlər də var, köhnə səngərlər var. Bax, bura belə düz yerdir. Bu düz yerdə Sadıqov Fədaili burada mühasirəyə götürüblər, bunu diri tutmaq məqsədi ilə erməniləri buradan biz çıxardandan sonra Sadıqov Fədailin rəhmətliyi biz götürdük. Mən gördüm ki, onun sifətində, bədənində qumbara partlamış izi var. Əskərlər dedi ki, Sadıqov Fədail ermənilərə canlı əsir düşməsin deyə əlindəki F1 qumbaranı çəkib özünü partlatmış və bir neçə ermənini də burada zədələnmiş, yaralamışdı. O ermənilərdən 2 nəfərində qaldı, elə meyidi qaldı burada. Bax, burada, bax, bu istiqamətdə, göstərdiyim bu istiqamətdə Sadıqov Fədail qəhrəmancasına şəhid oldu. O bir daha, mən bayaq da dedim, bir daha o bir əskər olaraq erməni düşmanlarına göstərdilər ki, Azərbaycan əskəri heç vaxt təslim olmur. Bu bir əskərin şücaətidir. Ermənilərə ölümə sinə gərdi. Ki, mən sizə təslim olmuram. Orada bir neçə tankların əhatəsində. Onlar qorxularından tankdan yeri də düşməyibdilər. Onlar tanklarla əhatə edib, əllərində silah bunu götürmək istəyibdi. Bu elə olur ki, qranat çəkib özünü də partlatdı. Orada 2 erməni də burada məhv oldu. Onların meyitləri qaldı burada. Və qəhrəmancasına şəhid oldu. Bax, Sadıqov Fədailin döyüş məkanı, döyüş yeri, şəhid olduğu məkan budur. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Allah rəhmət eləsin. Bizim əskərlərimizdə də, zabitlərimizdə də erməniyə qarşı sinə gərək, ölümə sinə gərək, ölümün gözünə düz baxaraq qəhrəmancasına şəhid olan zabit və əskərlərimiz var. Ona görə də bax, bu günləri biz burada qürurlu olaraq, qürurlu Azərbaycan vətəndaşı, qürurlu Azərbaycan zabiti, qürurlu Azərbaycan əskəri olaraq bu günləri biz öz vətənimizdəyik. Bizim hər regionumuzun soydaşlarımızı qəhrəmanlar, onlar qəhrəmanlıqlarını son 2020-ci ildə göstərdilər. Bu mübarizə 1988-ci ildən başlayıb, bu günə qədər. Axır ki, biz öz sözümüzü dedik. O cümlədən də Velospor cəmaatından da, Velospor döyüşçülərindən də Qubadlı ərazisində qəhrəmancasına yüzlərlə döyüşən bizim əskər zabitlərimiz var. O cümlədən də mən Fədailin valideynlərinə də başları sağ olsun deyirəm. Onların oğulları doğrudan da bir Azərbaycan əskərinə layiq olan bir əskərdir. O cürünə bir insanı, o cürünə bir əskəri yetişdirib Azərbaycan ordusuna, Azərbaycan xalqına bağışlayan bir valideynin qarşısında hər bir Azərbaycan soydaşı baş əyir. O cümlədən də biz. Başları sağ olsun, onun övladları qəhrəmancasına şəhid olub. Fədailin atası Fədail şəhid olmamışdan hardasa bir həftə öncə gəlmişdi bura. Döyüşlərin qızğın vaxtı idi. 10 gün öncə gəlib. 10 gün öncə hardasa belə gəlmişdi bura. Fədail məzuniyyət istədi. Fədail özü atqaz elədi ki, mən getmək istəmirəm. Bu dağır döyüşlər. Mən deyirəm ki, Qubadlının işğalı 16 gün çəkdi. Ona görə döyüşlərin qızğın bir vaxtında o əskər getmədi buradan. Mən çox qürurluyam ki, bizim belə əskərimiz olurdu. Çox qürurluyam. Allah rəhmət eləsin. Həm də onu yetişdirən ailəyə də halal olsun, sağ olsunlar. Minnətdarlıq edirik. Velospor cəmaatına, hər birinə minnətdarlığımızı bildiririk ki, o cürünə övladları yetişdiriblər, böyüdüblər və Azərbaycan ordusuna, Azərbaycanın müdafiəsinə belə bir şey hədiyyə ediblər. Sağ ol Sadiq müəllim, çox sağ olun. Çox sağ olun. Unutmalar mı məgər bir gün bitəcək bu kədər, vətənə layiqsən əskər. Əskər. İsti ocağın indi olubdu səngər.